Ontogenez bölünməsinə dair başqa bir məsələ tipinə baxaq və bu məsələ üzərində bir neçə tipdə məsələ modelini nəzərdən keçirək. Baxın, yazır ki, 128 blastomerdən ibarət çoxhüceyrəli rüşeyimin əmələ gəlməsi üçün ontogenezin parçalanma mərhələsində müvafiq olaraq neçə uzunluğa və neçə eninə bölünmə baş verməlidir. Biz bilirik ki, əvvəlcə mayalanma gedir. Mayalanma nəticəsində ziqot əmələ gəlir və ziqot uzunluğa bölərək 2 blastomeri yaradır. Onlar da uzunluğa bölünür, 4-ü, daha sonra 4-ü eninə bölünür, 8-i və bu proses növbələşə davam edir. 8-i uzunluğa bölünür, 16-sı eninə bölünərək 32 blastomeri, 32 uzunluğa bölünərək 64 blastomeri və 64 blastomeri uzunluğa bölünərək nəticədə 128 blastomerdən ibarət rüşeyim yaradacaq. Sayırıq. Neçə uzunluğa bölünmə var burada? 1, 2, 3 və 4. Deməli, 4 uzunluğa bölünmə var. 3 eninə bölünməyə məruz qalıb. Ancaq bəzən sualı necə qoya bilərlər? Bəzən soruşa bilər ki, 128 blastomer əmələ gələn zaman neçə hüceyrə uzunluğa bölünməyə məruz qalıbdır? Sayırıq, ziqot bir hüceyrədir, 2 blastomer uzunluğa bölünməyə məruz qalıb, 8-i və 32-si. Bu rəqəmləri toplayırıq. 8, 32, elədi 40, 40-ın üstə 2 blastomeri gəlir, 42 və 42-nin üzərinə də bir dənə ziqotu əmələ gəlirik. Cəmi 43 hüceyrə uzunluğa bölünməyə məruz qalıb. Amma bəzən sualı belə qoya bilər. Neçə blastomer uzunluğa bölünməyə məruz qalıb? Bu zaman biz ziqotu saymırıq. Çünki ziqot blastomer deyil. Əgər soruşsa ki, neçə blastomer uzunluğa bölünməyə məruz qalıb, onda cavabı 42 götürürük. Ancaq soruşanda ki, neçə hüceyrə bölünməyə məruz qalıb, uzunluğa bölünməyə məruz qalıb, onda cavabı 43 götürürük.